Salamünaleyküm. Bugün mən ziyillər haqqında danışmaq istəyirəm. Ziyil nədir? Deməli, bəlkə də elə hamımız görmüşük, əlinə ziyil çıxır, bədənin müxtəlif hissələrinə ziyil çıxır və bu bəzi adamlara daha çox çıxır, bəzi adamlara heç ümumiyyətlə ziyil çıxmır. Bəzi adamlara isə əsasən boyun, çiyin nahiyələrinə balaca və səpkilər çıxır. Bunları fərqləndirmək lazımdır. Ziyil, belə deyək, bir və yaxud da ki, yanında 2 dənə ola bilir, 3 dənə də bəzən ola bilir. Yəni, daha çox hissədə olmur. Amma balaca çıxanlar isə papillomalar deyirik. Biz papilloma, balaca boyunda, çiyində zadda belə çıxır. Daha çox insanlarda 45-50 yaşdan sonra çıxır. Bunlara biz deyirik HPV virusları, humulus papilloma virusları. Yəni, bunların əmələ gəlməsi də bir-birindən fərqlidir. Humulus papilloma viruslar virus xəstəlikləridir, özünü dəridə göstərir. Bu, dərinin limfodrenaj funksiyası zəifliyində əmələ gəlir. Ziyil xəstəliyi isə limfodrenajda dəxli yoxdur. Ziyil xəstəliyi isə dərinin deməli, üst derma hissəsinin qalınlaşmasıdır. Ona görə də o ziyilin içərisində məsələn, qan dövranı, qan damarları o qədər də olmur. Derma hissəsi sadəcə qalınlaşır və kiçik bir qanlanması olur. Ona görə də yerli biz ziyilə təsir göstərə bilirik. Amma humulus papilloma viruslarına isə biz ümumi dəriyə təsir göstərməklə müalicə göstərə bilirik. Ziyillər haqqında onu deyə bilərəm ki, ziyil varsa, ziyilin aradan qaldırılması üçün deməli, yerli sarımsaq, xarici sarımsaq olmasın, rəndələnir və yod tökülür. Aptekdən də bir dənə yod alın. Bunları bir-birinə qarışdırın. Qoyun ziyilin üstünə bağlayın. Bağlayın deyəndə ki, bir dənə plastik yapışdırın üstünə. 4-5 saatdan sonra onu götürün. Bir gün, 2 gün fasilə verin, bir dənə eləyin və salam. Ziyil tamamilə gedəcək. Amma humulus papilloma viruslarına isə bunu eləmək olmaz. Humulus papilloma virusu, yəni dediyim gibi balaca varsa, biz dərinin limfodrenajını yaxşılaşdırmalıyıq. Məsələn, bunların ideal müalicələrindən birisi nədir? Bizim hövsanda palçıq var. Palçığı, yodlu palçıq var orada. Yodlu palçıq var, bir də qara rəhdə belə palçıq. Orada 2 dənə göl var. Bax, onları şərt deyil elə gedib orada qəbul eləyəsiniz. Onları götürün, məsələn, palçığı, qara rəhdə palçığı, yəni kloka yığın, salafan kloka yığın, yay, indi qabaqdan yay gəlir də. Gətirin evə. Onu yığın, sürtün bütün bədənimizə, uzanın, günəşlənin. O qara rəng uzandıqdan bir yarım saat sonra ağaracaq, ağappaq olacaq. O bizə nə verir? O bizə dərini yığır. Dəri üst qatı yığılır. Dərinin üst qatı yığılır deyənə, dərinin alt qatı günəş kimi asılır, bax belə. Bu o deməkdir ki, dərinin alt qatına sürətli şəkildə qan dövranı burada sürətlənir, qan daha rahat ora girə bilir və toxumaları, dəri toxumasını daha yaxşı qidalandırır. Bax, bundan sonra görəsiniz ki, bu papilloma virusları yavaş-yavaş aradan qalxdı. Başqa bir üsul deyim. Günəşlənən zaman, yay vaxtı günəşlənən zaman, indi şeylər çıxıb, hamı alır, çox günəş kremləri. Günəş kremləri istifadə edir. Günəş kremləri də hamısı başdan başa kimyadır. Ən ideal günəşlənmənin faydasını almaq istəyirsinizsə, onun ən idealı birinci çatan kimi dənizə suya girməyin. Çatan kimi dənizə rafinə olunmamış zeytun yağını bütün bədəninizə çəkin, ən azı bir saat uzanın, günəşlənin. Bütün bədəninizə qoy gün düşsün. Ondan sonra girin suya. Bu sizə nə verəcək? Bu sizə həm dərinin qan dövranını yaxşılaşdıracaq, dəriniz pambıq kimi yumuşalacaq, dərinin qanla təchizatı yaxşılaşandan sonra dəri arası məsamələr genişlənəcək, dəri günəşi daha yaxşı qəbul eləyəcək. Məsələn, adamlar var ki, bir ay günəşlənir, amma D vitamini heç normaya gəlib çatmır. D vitaminimiz sürətli şəkildə qalxacaq və dediyim kimi, o humulus papilloma viruslarından həm azad olasınız və həm də ildə bir dəfə bunu tətbiq eləməklə siz humulus papilloma viruslarının ümumiyyət əmələ gəlməsinin də qarşısını alasınız. Dəriniz də nə olacaq? Təravətlənəcək. Bax, bunları siz dəri xəstəlikləri kimi bunları tətbiq edə bilərsiniz və gözəl də nəticələr ala bilərsiniz inşallah.